Siz qadın paltarı geyinib səfirlikdə gizlənən o insansınız. Mən yox, Mehriban Əliyeva Emin Hüseynova intervyusunda belə deyək ki, cavab olaraq verib və hamıda belə bir sual yaranıb ki, söhbət nədən gedir? Emin Hüseynov niyə qadın paltarı geyinib? Mən istədim ki, sizə özümdə olan məlumatlara əsasən bir cavab verim. Əvvəlcədən deyim ki, qətiyyən bunun Emin Hüseynovla əlaqəsi yoxdur. Azərbaycan hökumətinin bununla bağlı mövqeyindən təəssüf ki, xəbərim yoxdur. Ona görə də deyəcəyim informasiyanı sadəcə mənim dediyim informasiya kimi qəbul edəsiniz. Söhbət nədən gedir? 2014-cü illərdə Azərbaycanda bir çox qeyri-hökumət təşkilatları var idi, necə ki indi var. Və 2014-cü illərdə bu təşkilatların bir çoxu demokratiya, insan haqları, söz azadlığı və sair oxşar mövzularda söhbətlər eləyirdi. Onlar gənclərlə təlimlər təşkil eləyirdi, media qurumları yaradırdı və yaxud da jurnalistika ilə məşğul olurdu və sair və ilaxır. Və bu qurumlardan biri də Emin Hüseynovun liderlik etdiyi xalistlərin azadlığı və təhlükəsizliyi ilə bağlı institut idi və digər QHT liderləri kimi Emin Hüseynova da vergi qaçaqmalçılığı ilə bağlı iş açılmışdı və nəzərinizə çatdırım ki, bir çox beynəlxalq təşkilat bu cinayət işlərini siyasi motivli işlər kimi qiymətləndirir və düşünür ki, Azərbaycan hökumətinin məhz bu QHT-lərə qarşı bu cür ittihamlarla iş açması sırf onların siyasi düşüncələri ilə əlaqədar idi. Emin Hüseynov digərlərindən fərqli olaraq gizlənməyə çalışdı. Düşündü ki, mən düşünürəm ki, onun həbsdə olması bir o qədər də faydalı olmaya bilər və o öz fəaliyyətinə davam etmək istəyir. Və buna görə də o 2015-ci ildə qrimləndi və bura mən onun şəklini yerləşdirirəm. Gördüyünüz kimi yaşıl linza taxıb və sarı saç taxıb və bu kişi geyimidir, bu qadın geyimi deyil və bu geyimlə o İsveçrə səfirliyinə daxil oldu və bir il orada yaşayıb. Bildiyim məlumatlara əsasən onun orada yaşadığı müddətdə olub deməli pəncərəsiz otaq və o pəncərəsiz otaqda 9 ay və 1 ilə yaxın yaşamalı olub. Orada yaşayandan sonra İsveçrə, səhv etmirəmsə, ya prezidenti mi, baş naziri mi Azərbaycana gəlib və prezidentlə danışıqlar aparıb və ondan sonra Emin Hüseynovu təyyarəyə mindiriblər və onu gətiriblər Cenevrəyə. Və daha sonra isə İlham Əliyev onu vətəndaşlıqdan məhrum eləyib. Və həmin andan etibarən, səhv etmirəmsə 2016-cı ildən etibarən, yəni 9 il ki, Emin Hüseynov artıq Azərbaycanda yaşamır, Azərbaycana gələ bilməz, gəlmək istəməz, ya da belə deyək, və o artıq Azərbaycan vətəndaşı deyil. Və mənim fikrimi soruşmaq istəsəz, mən 3 şey deyə bilərəm. Birincisi, gördüyünüz kimi o qadın paltarı geyinməyib, kişi paltarı geyinib. İkincisi, bir adamı niyə səfirliyi qəbul edəsin? Yəni, əgər doğrudan da o cinayətkar idisə və yaxud da vergi qaçaqmalçılığı ilə məşğul olursa və s. və laxır, onda niyə İsveçrə kimi bir dövlət, hansı ki, dünyanın ən demokratik dövlətlərindən biri hesab olunur, niyə Emin Hüseynovu qəbul etdi? Və nəhayət üçüncü sualım və bir qadın olaraq da etirazım budur ki, qadın geyimi geyinməkdə problemli olaraq nəyi görürsünüz?